Salam, axşamınız xeyir olsun. Gündən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Urmu gölündə su səviyyəsi artdı. Rejimin səhlənkarlığı yenə də ört basdır edilir. Zəncan-Təbriz avtomagistralı bağlandı. Vəziyyət kritikdir. Daha bir sosial media fəalı İsraillə əməkdaşlıqda ittiham olundu. Banklar müflis olub, Lahutidən açıqlama. ABŞ dondurulmuş İran aktivlərinin bərpasına razılaşdığını təksib edib. İndi isə daha ətraflı. Güney Azərbaycanın həyati əhəmiyyət daşıyan Urmu gölündə yağıntıların artması fonunda su səviyyəsinin təxminən 1 metr yüksəldiyi bildirilir. Güney Azərbaycanın qərbi hissəsində fəaliyyət göstərən Ətraf Mühit Qurumunun rəhbəri Hüccət Cəbbari deyib ki, göldə su səviyyəsi 1404-1405-ci il su ilinin əvvəlindən bəri təxminən 1 metr artıb. Onun sözlərinə görə bu artım təsirli yağıntıların çoxalması və gölə tökülən çaylarda səthi axınların bərpası ilə bağlıdır. O, meteoroloji məlumatlara və su hövzəsində su buraxılışına dair xəritələrə isnad edərək bildirib. Bu göstəricilərə əsasən hazırda gölə daxil olan suyun davam edəcəyini və səviyyənin daha da yüksələcəyini proqnozlaşdırırıq. Cəbbari həmçinin Urmu Gölü Milli Parkında motorlu qayıqların fəaliyyətinin yenidən başladığını qeyd edib. Suyun artması ilə qayıqlar yenidən hərəkət edə bilir və bu, mühafizəçilərin göldəki yaşayış adalarına gediş-gəlişini asanlaşdırır. Rəsmi media qurumları, o cümlədən dövlətə bağlı agentliklər bu artımı iqlim və idarəetmə amilləri ilə izah etməyə çalışır. Halbuki, son bir il ərzində Urmu Gölünün real bərpası üçün heç bir ciddi addım atılmayıb və bu həyati su hövzəsi yenə də rejimin laqeyd siyasətinin qurbanı olaraq qalır. Müharibə zamanı nəqliyyat infrastrukturunun hədəfə alınmasından sonra Zəncan-Təbriz istiqamətində hərəkət ciddi şəkildə pozulub və bu marşrut üzrə avtomagistral tamamilə bağlanıb. Məlumata görə Zəncan-Təbriz avtomagistralı Zəncan ilə Miyani arasında körpülərin və digər infrastrukturların zədələnməsi səbəbindən bağlanıb və bu yolda hərəkət mümkün deyil. Nəticədə köhnə yol alternativ marşrut kimi istifadə olunur. Bildirilib ki, bu alternativ yol xüsusilə Ucan-Miyani aralığında və Qaraçəmən aşırımında çox ağır tıxac və ciddi hərəkət ləngiməsi ilə üzləşib. Çünki avtomagistralın əsas trafik yükü bu yola yönəldilib. Eyni zamanda İran rejiminin dəmir yolu şirkətinin sədr müavini açıqlayıb ki, ölkənin əksər dəmir yolu xəttlərində sərnişin və yük qatarlarının hərəkəti bərpa olunub, lakin Zəncan-Təbriz dəmir yolu xətti bir körpünün dağıdılması səbəbindən hələ də bağlı qalır. Davam edirik. Məşəd şəhərində yaşayan Azər Yahu adlı sosial media fəalı İsraillə əməkdaşlıqda günahlandırılıb, bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Ona qarşı ittihamın sosial mediadakı paylaşımlarına görə irəli sürüldüyü bildirilib. Bununla yanaşı gənc qadın İran rəhbəri Əli Xamneyinin öldürülməsi ilə bağlı paylaşımının da onun cinayət işinə əlavə edildiyi qeyd olunub. İnsan haqları müdafiəçiləri İsrail əməkdaşlıq ittihamının əksər hallarda edam cəzası ilə nəticələndiyinə görə Azər Yahunun həyatının təhlükədə olduğu barədə xəbərdarlıq ediblər. İran məhkəməsi xarici ölkələrdə yaşayan 400 İranlının barəsində cinayət işi açıb və onların əmlaklarının müsadirə olunması barədə qərar verib. Bu barədə İran mediası məlumat yayıb. Məlumata görə bu şəxslər xarici hücumları dəstəkləmək və düşmən cərəyanları ilə əməkdaşlıq etməkdə günahlandırılıblar. Əmlaki müsadirə olunanlar arasında tanınmış idmançılar, sənətçilər, iş adamları və media fəallarının da adları var. İran məhkəməsi bu addımı casusluq, İsrail əməkdaşlıq və milli təhlükəsizliyə və maraqlara düşmən olan başqa ölkələrlə əməkdaşlıq üçün cəzanı artırmaq, eləcə də düşmən medianın fəaliyyətlərinə qarşı tədbir görmək üçün qanuna uyğun olaraq atıldığını iddia edib. İqtisadiyyat xəbərləri ilə davam edirik. Bugün bankların vəziyyəti yaxşı deyil. Bu çətinliklər bankların problemlərlə üzləşməsi və müflisləşməsinə səbəb olub. Digər tərəfdən istehsal praktik olaraq mövcud deyil və istehsalçıların ixracı da dayanıb. Bunu İran parlamentinin büdcə və planlaşdırma komissiyasının üzvü Mehirdad Lahuti deyib. İstehsalçılar maaş ödəyə bilmirlər və Tehranda bir çox otel də bağlıdır. Bu iş yerləri işçilərinin maaşlarını ödəyə bilmirlər və bunun belə davam edəcəyi təqdirdə öz işçilərini ixtisar etməli olacaqlar, deyə millət vəkili əlavə edib.
ABŞ, Qətərdə və digər xarici banklarda saxlanan İranın dondurulmuş aktivlərinin azad edilməsinə razılaşıb, bu barədə Reuters məlumat yayıb. Mənbə bildirib ki, bu addım xoş niyyətin sınağı və davamlı sülh razılaşmasına ciddi yanaşmanın göstəricisidir. O əlavə edib ki, aktivlərin dondurulmasının ləğvi hər zaman razılaşmadan əvvəl Hörmüz boğazından təhlükəsiz keçidin təmin olunması ilə birbaşa bağlıdır. Birləşmiş Ştatlar rəsmisi Vaşinqtonun İrana məxsus dondurulmuş aktivlərin azad edilməsinə razılaşdığını təkzib edib və bununla da əvvəlki məlumatları yalanlayıb. Reuters daha əvvəl yüksək rütbəli İran mənbəsinə istinadən xəbər vermişdi ki, ABŞ Qətərdə və digər xarici banklarda saxlanan İran vəsaitlərinin azad edilməsinə razılaşıb və bu addımın danışıqlar ərəfəsində xoş niyyət jesti kimi qiymətləndirildiyini bildirmişdi. Xəbərlərimiz davam edir. İranın nümayəndə heyəti parlament sədri Məhəmməd Baqir Qalibafın rəhbərliyi altında ABŞ ilə danışıqlar üçün Pakistanın paytaxtı İslamabada səfər edib. Bu barədə Fars agentliyi məlumat yayıb. Məlumata görə Qalibafı İran Xarici İşlər naziri Abbas Araqçı, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədyan, Mərkəzi Bankın sədri Əbdülnasir Hümməti, Xarici İşlər Nazirinin müavini Kazım Qəribabadi və Ali Milli Təhlükəsizlik Şurasının beynəlxalq əlaqələr üzrə sədr müavini Məhəmməd Baqiri Kənidə müşayiət edirlər. Birləşmiş Ştatları isə danışıqlarda vitse-prezident James D. Vance, Prezident Donald Trumpın xüsusi nümayəndəsi Steve Witkoff və Jared Kushner təmsil edəcək. Qarşı tərəf danışıqların başlanması üçün İranın ilkin şərtlərini qəbul edərsə, bu danışıqlar başlayacaq deyə məlumatda qeyd olunub. İranın dövlət mediası şənbə günü İran nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibafın Pakistanın baş naziri Şahbaz Şəriflə görüşünün başladığını açıqlayıb. Açıqlanan proqrama əsasən ABŞ və İran nümayəndə heyətlərinin günün davamında bir-biri ilə görüşməsi planlaşdırılır. Lakin İran rəsmiləri bu danışıqların keçirilməsi ilə bağlı hələ də yekun qərarın verilmədiyini vurğulayıb. Bu arada təsnim mediası bildirib ki, danışıqlar baş tutarsa hələlik bu görüşlər bir günlük tədbir kimi planlaşdırılır. Təsnimin məlumatına görə İran hələ də Birləşmiş Ştatların mövqeyini qiymətləndirir və danışıqların başlanması qarşıdakı saatlarda baş verəcək hadisələrdən asılıdır. ABŞ və İran nümayəndə heyətləri danışıqları həm birbaşa, həm də vasitəçilər üzərindən aparacaq. Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb. Məlumata görə İslamabadda keçiriləcək görüşlərin gündəliyi əvvəlcə Pakistan vasitəçiləri ilə razılaşdırılacaq. Bundan sonra tərəflər birbaşa danışıqlara keçəcək. ABŞ prezidenti Donald Trump Trust sosial platformasında paylaşdığı mesajda İranın Hörmüz boğazındakı fəaliyyətini sərt tənqid edərək Tehrana dolayı yolla xəbərdarlıq edib. Trump cümə axşamı yayımladığı mesajda bildirib, İran neftin Hörmüz boğazından keçidinə icazə vermək məsələsində çox zəif davranır və bəzi şəxslərin dediyinə görə bu biabırçıdır. Bu bizim razılaşdığımız şey deyil. ABŞ prezidentinin açıqlaması onun İran hökuməti ilə 2 həftəlik şərti atəşkəsə razılıq verdiyi və ABŞ nümayəndə heyətinin Pakistan vasitəsilə Tehranla danışıqlara hazırlaşdığı bir vaxtda təsadüf edir. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.